Paul César Elle 1859-cu ildə Fransanın Van əyalətində anadan olmuşdu. Paul kiçik yaşlarından atasını itirdi. 15 yaşı olan zaman impressionizm tərzi ilə tanışdı. Yüksək İncəsənət məktəbində təhsil aldı. Janrı portretçi idi. 1884-cü ildə dostu rəssam Gerena onu evlərinə dəvət etdi. Alisa adlı 14 yaşlı bacısının portretini çəkməyi Paul'dan rica etdi. 1886-cı ildə Alisa'nın 16 yaşı olanda onlar evləndilər. Alisa rəssamın ilham pərisi oldu. Paul César Elle həmçinin qravür sənətində də istedadını sübut etdi. Onun 1500 gravyuru var. Rəssam 1927-ci ildə Parisdə 67 yaşında vəfat etdi.